Salam və saygılar əziz Günas TV tamaşaçıları, hər vaxtınız xeyir olsun. Daha bir növbəti verilişlə bu axşam sizinləyik. Bir neçə mövzu haqqında söhbətimiz olacaq Sayın Əhməd bəy ilə birlikdə. Yenə də mən təkrar etmək istəyirəm ki, hələlik biz indiki durumda verilişləri sizə təqdim edirik. Onun üçün sanırıq, yəni imkan olsa qısa bir zamanda bu məsələ bitmiş olar və biz normal verilişlərimizi sizə təqdim edə bilərik. Mən ilk öncə mövzu olaraq Molla Yunusinin keçmiş İranın təhlükəsizlik naziri və hal-hazırda ruhani dövlətinin özlərinin təbiri isə desək, etnik qruplar üzrə nümayəndəsidir. Bunun bir açıqlaması var. Ərəblər və Güney Azərbaycanlılarla bağlı olan bir açıqlamasıdır. Yəni bu məsələyə eyni zamanda biz də açıqlama gətirməliyik ki, bunun dərdi nədir? Yəni bu əslində bunlar dövlət tərəfindən seçilirlərsə, dövlət nümayəndəsi sayılırlarsa, bunlar orada üçün İranın özündə də bir çox digər qeyri-fars millətləri yaşamaqdadır. Ona görə də hər halda daha bu tipli adamların, məhsulların çıxışları sülhamiz olmalıdır. Yəni barışçıl rol oynamalıdır. Fitnə, yəni toxumu səpməməlidir ki, təəssüflə yəni Molla Yunusi bunu edir və nələr deyib, onunla mən tanış etmək istərdim sizi ki, ilk növbə Molla Yunusi ərəblərə qarşı, hər halda biz bilirik ki, xüsusilə də Səudiyyə Ərəbistanla İranın münasibətləri çox gərgin bir durumdadır və onlar məhz ərəb milləti gedəndə, ərəbdən söhbət gedəndə daha çox Səudiyyə Ərəbistandan yəni yanğılıdırlar və ona görə də həmişə sağa-sola ərəblərə qarşı çıxış edir. Bu tək Molla Yunusi deyil, yəni İran dövlət səviyyəsində geniş miqyasda bunu həyata keçirir. Amma Molla Yunusinin dedikləri bundan ibarətdir ki, Daişə işarə edir və o bildirir ki, Daиш bunlar yəni İslam hökuməti uğrunda vuruşmurlar, bunlar ərəb hökuməti uğrunda savaşırlar. Bunlar ərəb yəni hakimiyyəti, ərəb nicadından olan yəni millətləri hakim eləmək istəyirlər. Bunların davası onun üçündür və ona görə belə bir cinayətləri törədirlər. Və o həmçinin bildirir ki, ərəblər bunu bilməlidirlər ki, Xəlifə Əbbasinin yəni qardaşı Məmunu İranlılar tərəfindən öldürdükdən sonra, yəni o öləndən sonra, qətlə yetirdikdən sonra biz əbədi olaraq yəni hakimiyyəti ərəblərin əlindən almışıq. Burada da yəni İran-ərəb qarşı durması yəni gətirir. Sanki məsələn İran ərazisində yaşayan milyonlarla ərəbləri unudurlar və eyni zamanda həm də hər halda hamı bilir ki, İranın iqtisadi baxımından gəlirinin 80%-dən çoxunu neft təşkil verir və o da indiki ərəblərin ayağının altında olan nəftdir. Amma bunların heç birisini bunlar dərk etmək istəmir, görmək istəmirlər. Bunların hədəfləri o panfarisizmi imkan dərəcəsində genişləndirmək. Yəni Molla Yunusinin çıxışı tamamilə bir şovinisti düşüncədir, şovinisti bir çıxışdır. Yəni öz hakimiyyətimizi əldə saxlamaq üçün digər qeyri-fars nə millət var, hamısını ayaqlamaq, əzmək. Əsrlər boyu belə yaşayıblar və bu siyasəti də bugün də bunlar davam etdirirlər. Belə çox maraqlıdır eyni zamanda, həm də bu özü bir ruhanidir. Yəni ən azından ruhani paltarı var, geyinibdir, nəçidir bilmirik. Amma zahirən başında əmmamə, əbası, qəbası, təsbihi, möhürü, namazı, yəni bunlar belə tanınır. Amma çox qəribədir, bunların unutduğu bir çox məsələlər var. Ərəblər ki, bu günlər bunlar fişar gətirir və təhqir edir. Bunun inandığı Məhəmməd Peyğəmbər özü milliyyətcə ərəb olub yəni. Eyni zamanda Quran, o kitab ki ona inanır, yəni bu ərəb dilində yazılmış bir kitabdır. 12 imam ki bunun etiqadı var, 12'si də ərəbdir. Yəni bunun indiki danışdığı dil var, onun əlifbasının yəni %99'u ərəb əlifbasıdır. Onun bugün o Allahın evinə gedib ziyarət etdiyi ev, o mərkəz ərəb yəni mərkəzidir. Yəni belə götürəndə
Bunları mən ona görə sadalayıram ki, yəni nə üçün bunlar din adı altında bu söhbətlər eləyirlər? Niyə açıq şəkildə gəlib, yəni fars o düşüncə sistemini ortalığa qoymurlar? Açıq desinlər ki, biz farsçılıq siyasəti yürüdürük. Bizim hədəfimiz İrançılıqdır. Niyə bunu din adı altında yəni qoyurlar, deyirlər? Yəni bir dənə ərəb sabahları onların da bir məhsulları gələr çıxar ki, sanıram bir dəfə işarət ediblər. Gələr bir-ikidən elə bu cür qısa suallar verər. İndi mənim qoyduğum bu suallar kimi. Məsələn, Məhəmməd Peyğəmbər ki, onu Peyğəmbər kimi qəbul edir, milliyyətcə ərəb, imamlar ki, bugün 12 imamla bu cür bütün dünyaya ixtilaf salıblar, fitnə salıblar. Bunların 12-si də, imamların 12-si də yəni ərəbdir. Yəni bunların düşüncə sistemi və gələk ideologiyalarına və bunların ideologiyası da ərəb üzərində qurulub. Yəni bunların o düşüncəsi, ümumiyyətlə İslam dini, bu dini düşüncə mənşəyi ərəbdir. Hər şey ərəbcə yazılıb. Qanun ki, bunlar bu günləri icra eləyirlər din adına və yəni İslam adına adam öldürürlər, fitva verirlər, hökmün verirlər. Hamısı bu ərəb qayda qanunlarıdır. Yəni bu iddia edirlər ki, bunlar Quranda yazılıb, ərəbcə yazılıb. Vəh gəlibsə ərəbcə gəlib. Yəni hər bir şey ərəbcədir. Amma nədən bunlar gəlib bu ərəb sitizli siyasəti yürüdür, aparırlar? Bu özü təbii ki, çox önəmlidir. Yəni bu məsələ sanıram ki, hər bir tək-təkimizi buna gətirib, bu məntiqə gətirib çıxartmalıdır ki, bunlar dediklərinə inanmırlar. Bunlar yəni nə Allaha inanırlar, nə dinə inanırlar, nə imanları var. Bunların nə Məhəmməd Peyğəmbəri qəbul edirlər. Bunlar sadəcə bir neçə imamları ələm eləyiblər, qoyublar qabaqlarına. Hüseynçilik, nə bilim Əliçilik, şiəçilik, yəni özü də fars şiəçiliyindən gedir. Mən yenə təkrar bu məsələnin üzərində yəni dayanmaq istəyirik ki, fars şiəçiliyi ilə türk şiəçiliyi fərqlidir, çox-çox fərqlidir. Çünki fars şiəçiliyində ideoloji baxımından qətl var, öldürmək var və terror var. Yəni hər şey var bunun içində. Biz bunu ayırd etməliyik və bunu biz nümunəsini gördük. Yəni bunlar hər yerdə sonu, yəni Nardaranda da qətllə, ölümlə bitdi bunların fitnələri. Yəni bunların təlim verdici, silah verdici, fikir baxımından, yəni bunlara şiəçilik, fars şiəçiliyini təlim verdici adamlar getdilər, sonunda qətl törətdilər. Həm özlərindən öldü, həm başqalarını öldürdülər. Ən sonu idi, yəni biz burada öz yəni ölkəmizdə, məmləkətimizdə. Buna görə də bunları biz fərqləndirməliyik. Türk şiəçiliyində bunlar yoxdur. Və onun üçün də həman bu Molla Yunusi öz söhbətinin davamında Azərbaycanlılar haqqında da yəni xoşa gəlməz sözlər danışıb ki, biz bunu bu günləri Əhməd bəylə də söhbət edəcəyik, danışacağıq. Əhməd bəy çox xoş gördük. Mən sadəcə bir qısa olaraq bildirmək istədim ki, Molla Yunusi ki, bir zaman İran İttilat məmuru idi, yəni naziri idi daha doğrusu və bu günləri bu adam indi etnik məsələlər üzrə dövlət müşaviridir, prezidentin müşaviridir və onun anlamı budur ki, bu qurumun anlamı budur ki, o millətlər ki, qeyri-fars millətləri əziliblər, onlara yardım etmək, fikir baxımından, maddi baxımından, onların dilini qaytarmaq, onlara lazım olan ibtidai nə varsa onu vermək. Amma bu molla bu ad altında gəlir nələr qaynadır. Yəqin ki, yadınızdadır, biz bir zamanlar hotellərdə, yəni bunların görüşləri də olub, biri də hesab edirdilər ki, elə sözün əsl mənasında bu hər şey düz deyir və biz İran bayrağı altında bunlara ləbbeyk deməliyik. Sonu da budur. Yəni yeri gələndə ağır vəziyyətdə bunlar özlərini, öz nədilər, içlərini qoyurlar ortalığa. Buyurun, sizdən eşidək. Cavad bəy, mən həm sizə, həm vətənlərimizə salam ərz eləyim. Birinci, üzr istəyirəm. Molla Yunusinin bu tipli çıxışı yəqin ki, sizi təəccübləndirmir, bizi təəccübləndirmir. Bu normal bir çıxışdır. Yəni, mən misal olaraq deyə bilərəm ki, siz hər hansı bir ağıllı bir adamdan dəli bir iş gözləyə bilməzsiniz. Dəli bir iş görəndə təəccüb eləyərsiniz. Hər hansı dəli gəlib ağıllı bir iş görəndə adam təəccüb eləyər ki, bu dəli olmalıydı, niyə belə oldu? Bilirsiniz. Molla Yunusi də gəlib bu tipli danışığı çox normaldır.
Yunusinin mahiyyəti budur. Bilirsiniz. Onun üçün də təəccüb eləmirik. Mən əminəm, siz də təəccüb eləmirsiniz. Müntaha, biz hər bir belə çıxışlardan hərəkətimizdə, millətimizin oyanmasında dərs almalıyıq və istifadə eləməliyik. Molla Yunusi əslində dediyiniz kimi İranın prezidentinə, rəis cümhuruna millətlərin haqqında müşavirdir. Və bu dediyiniz kimi güya deyirik hələ. Millətlərin hüquqlarının bir hissəsini vermək üçün bunu müşavir eləyiblər ki, ruhani onun əli ilə bəzi hüquqlar versin. Necə ki, seçkilərdə özü söz vermişdi ki, bu təbiiz nəcadı olmayacaq da. Nə bilim, ana dili azad olacaq. Bu sözləri ki vermişdi, indi onlara bu istəyir Yunusinin əli ilə güya bir mala çəkir. Sonra bizim atalardan qalmış bir yaxşı söz var. Onları biz istifadə eləməliyik yerində və təcrübədən istifadə eləməliyik və onu yerində analiz eləmək lazım bunların mənasını. Deyirlər, bir sürü dəliyə deyiblər, ağıllız kimdir? Deyibdir ki, qabaqda gedən başıq zınqıroğlu. Bilirsiniz? İndi Molla Yunusi Fars hegemonluğunu istəyənlərin Türkün, Ərəbin, Bəluçun, qeyri-Fars millətlərin hüququnu yeməkdə olan farsçıların, farsçıları demirəm, farsçıları deyirəm, farsçıların yumuşaq formasıdır. Bu onların hüquqi bəşərçisidir. Bilirsiniz? Necə ki, rəis hüquq bəşəri İslami İran Larcanın qardaşıdır. Bilirsiniz? Məmməd Cavad deyirlər. Yəni, biz bu kontekstdə baxmalıyıq ki, hər kəs ki, fikr eləyir, farsçılıq sistemi hakim ola-ola, oradakı millətlərə biraz hüquq verilə bilər, Molla Yunusiyə baxsın. Əgər məntiqən və əqlən, bağışda mən ağıl deyəcəkdim, əqlən dedim biraz da, Tehran və Kərəc ləhcəsi ilə, əgər biz ağılla, məntiqlə fikr eləsək ki, Molla Yunusi kimi müşavirlər üzr istəyirəm, ruhaniyə verdiyi məsləhətlərdən sonra, o məsləhətlərdən sonra bizə hər hansı bir hüquq veriləcək, o zaman biz Molla Yunusinin sazı ilə, avazı ilə həm oxuyaq, həm ağlayaq. Bunu da yenə də biz dönə-dönə deyəcəyik. O hoteldə, Hotel Azadidə Yunusinin təknəvazısı ilə oynayanlara deyirəm. Bu təknəvazı çalırdı, bilirsiniz, təknəvazıda muğamat oxuyarlar. Biri də ərəbi rəqs eləyirdi. Özünü itirmişdi. Tuman tökürdülər ki, ay, amandı, düzəldi. Hanı? Axırı budur. Bilirsiniz? Və o iddia ki, güya Azərbaycan hərəkatının axsaqqalı kimi Molla Yunusinin tərəfindən təyin olunmuşdular. Axır, onları təyin eləyən də bu Molla Yunusi kimi özləri idi. Bunlar təyin eləmişdilər ki, filan kəs qol çiynə eləmişdilər də maşallah. Güllərini seçmişdilər. Hərəkətin ən zır güllərini seçib qoymuşdular ora. Zır güllərini verim. Onlar ki, Molla Yunusinin hətta musiqisini hələ başa düşmürdülər. O təknəvazı çalırdı, violon çalırdı, həşşini heroini atıb, violonunu çalır, nırıldadır, belə zırıldadır. Bunlar ərəb rəqsi oynayırdılar. Elə bil calman, Kürt calmanı, Azərbaycanın yallı rəqsini oynayırdılar. Qarma qarışıq. Olardılar ki, Molla Yunusinin bu işlərinə diqqət eləmədilər. Bizim bir təəccübümüz yoxdur.
Biz əvvəldən bir sözün üstündə oturmuşuq. Paniranizm farsçılıq iddiasının üstündə qurulub. İrançılıq farsçılıq deməkdir. Və farsçılıq da nəcatpərəstli əsl özündə. Yəni, bütün ırqçılıq, rasizm bu iddianın içindədir. İrançılığın içindədir. İranpərəst, İrancı, farsçı, yəni düz elə faşizmin özüdür. Rasizmin özüdür. Onu biz dəyişmirik, o fikrimizdə oturmuşuq. Durmuşuq o fikrin üstündə. Çünki biz neçə dənə nümunə danışmışıq bu haqda. Və o cümlədən Peyğəmbərin, özünü Peyğəmbərin nəslindən bilən Xatəmi gəlib deyəndə ki, Allaha şükür biz ərəb deyilik, yəni ərəb o qədər pisdir ki, ərəb o qədər bunların dediyinə görə mındardır ki, bunlar Allaha şükür eləyirlər, ərəb deyirlər. Özü də başındakı o cib təyəri də qaradır. Qara əmmaməlidir. Bu, rəisi cümhurdur, bir məmləkətin rəisi cümhurdur. Özü də seyiddir, özü də böyük mollalardan biridir. Bu, rasizmin nümunəsi deyil, bəs nədir? Bir yerdə ki, Xatəmi və onun yanında oturan Xameneyin o biri nümayəndəsi, Xatəminin vəzirləri, vəkilləri otururlar. Peyğəmbəri, Əlini, Həsəni, Hüseyni, Fatmanı, hamısını yığıb, dəlğək eləyib, onları oynadırlar. Onlardan film düzəldib, onların ağzı ilə Azərbaycanlıların arvadlar, xanımlarına deyirlər, pozğundur və Azərbaycanlılara tohin eləyirlər, ayrı tohinlər eləyirlər. Biz deyirik, bu nəcatpərəstidir. Çünki əsl bir müsəlman heç olmasa Peyğəmbəri əlində alət eləyib, onun dili ilə çox deməz. Türklərin əleyhin. Heç olmasa onu deməz. Bu nəcatpərəstidir. Bir yerdə ki, televizyonda bir saat Azərbaycanlılara, İranın rəsmi televizyonunda bir saat Azərbaycanlılara koordinə olunmuş ana, bacı, namus, şərəf, vicdan yamanı deyilir və televizyonun quyəndəsi gəlir, öz səsini azaldır ki, qoy bu yamanlar çox eşidilsin. Biz deyirik, bu nəcatpərəstidir. Bir yerdə ki, İranın dövlətinin rəsmi bir dənə ruznaməsi var. Ruznamə-i İran. Ruznamə-i İran, İran dövlətinin rəsmi ruznaməsidir. Yeganə, rəsmi ruznamə, o birlərin də hamısı İran dövlətinindir. Amma bu da onun rəsmi sözçüsüdür. İran. Vaxtı ki, İran ruznaməsi gəlir Azərbaycanlılara, türklərə deyirsiniz, böcüksüz, gedin tuvaletdə oturun, orada olanları yeyin. Və millət təzahürat eləyəndən sonra dövlət başlayır, məcbur olur etiraz eləyənlərin sözünə qulaq asır, yoxsa heç əhəmiyyət vermirdilər. Biz deyirik, bu nəcatpərəstinin özüdür. Bir yerdə ki, İranın rəsmi televizyonunda hər yerdə ki, film oynanılır, serial olsun, gülməli bir şey olsun, orada axmaqların, zavallının, görüntüsüzün, heç bir şey olmayanın hamısını eləyirlər ya türk ya qeyri-farslar, farslar ağa olur. Rəvani cəhətdən uşaqlara təzyiq belə gəlir. Deyirik, bu nəcatpərəstlidir. Sən hansı filmdə görübsən ki, İranda düzəltsinlər, orada tərtəmiz geyinən, ağa balası kimi oturan, sözünü yaxşı danışan olsun türk, o işini bilməyən, sözünü bilməyən, davranışını bilməyən olsun fars. Mümkün deyil. Biz deyirik, bu nəcatpərəstlidir. Məyər yadımızdan çıxdı elə bir ay olmayıb hələ. Nələr oldu? İranın televizyonunda gəlib fethilə məsələsi ilə Azərbaycanlılara o qədər tohin eləyəndən sonra ki, sağ olsunlar Azərbaycanlılar, o tuvalet fırçasını soxdular Xameneyinin, Xumeyninin, özlərinin ağzına. Hələ də fırça gedir, gəlir müxtəlif yollardan. Bu yadımızdan çıxmaz. Biz deyirik, nəcatpərəstidir bu. Və onlar, biz millət durub etiraz edin, bunlar ilə cəmbəz olsun. Çoxdur da. Bu nəcatpərəstidir. Bu gəlir
Biri ağbaş, biri qarbaş. Səhv eləmirəmsə bu zat ağbaşdır. 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 Bəli. Sarab ağbaşlarından. Bir yerdə ki, bu gəlir, bu Yunusi gəlir. Bax, xatəmi orada deyir, Allah şükür ərəbdəylik. Bu da gəlir, burada Binoy deyir. O qarabaşı, bu da ağbaşı. Hər ikisi də molladır, hər ikisi də məmləkətin böyüklərindəndir. Hər ikisi. Bilirsiniz, Xameneyi çıxır, Novruz bayramını fars dilli olanlara təbrik deyir. Ərəblərə demir, türklərə demir, bəluça demir, türkmənə, bəxtiyarı, heç birisini demir. Fars. Vaxtı ki, bir məmləkətin rəis cumhuru o cokla türklərə yaman deyir. Dini rəhbəri, məmləkətin əsl sahibi, əsl adamı, özünü sahib bilən, əsl sahib millətdir. Əsl adamı Xameneyi durur gəlir deyir, bu işi mən fars dillilərə təbrik deyirəm və milləti dili ilə bir-birindən ayırır, dini ilə yox, dillə bir-birindən ayırır, nəcat çəkir ortaya. Biz deyirik, bu nəcat pərəstidir. Rasizm elə budur. Xameneyi gəlib deyə bilərdi. Məsəla, Novruz bayramını, Novruzu əziz tutanlara təbrik deyirəm. Və ya İranlılara təbrik deyirəm. Və ya müsəlman dünyasını təbrik deyirəm. Və ya nə bilim, hər hansı. Gəlir ki, farslara. Fars dillərə. Bilirsiniz? Yəni, Tacikistana deyir, Təbrizə demir. Mühüm deyil, onun bizə bayram təbrik deməsi mühüm deyil. Keşke heç vaxt o bizə təbrik deməsin. Biz adamdan təbrik gözləyirik. Bilirsiniz? Amma o öz mahiyyətin, düşüncəsinin mahiyyətini görsədir. Bilirsiniz? Biz burada nə Xameneyi ilə tərəfik, nə Xatəmi ilə, nə Yunusi ilə. Biz bir əqidə ilə, biz bir düşüncə ilə tərəfik ki, o yəni, düşüncə bunlar olmasa nəcat sabah ayrısı gələcək, yeni düşüncəni yerdəcək. Bundan qabaq kim var idi ki? Fərqi yoxdur. O bir günləri başında molladır, əmmaməsi var. Sabahları tacı da ola bilər. Var idi. Bəli, ola da bilər. Yəni, hər halda. Və məyər bunun solçusu mollası ilə fərqlidir. Biz, yenə deyirik, siz sağ olun bu mövzunu gündəliyə çıxartdınız. Amma burada söhbət, yenə də biz şəxsləri qoymalıyıq kənara. Şəxslər nümunədir. Açıq, bariz nümunədir. Amma əqidədir ki, bizim varlığımızla düşməndir. O əqidənin adı nədir? Farsçılıq və İrançılıq. Bu ikisi bəşəriyyətin düşmənidir. Təbrizdə çıxıb deyirlər Xəlici Ərəbi, Yunusi deyir, bu kəsif adamlardır bu şuarı verənlər. Mən əlbəttə... Bunlar nə Azəridirlər, nə İranlı. Bəli. Nə Azəridirlər, nə İranlı. Bəs bunlar kimdir? Yunusinin bəlkə də ömründə bir dənə düz söz olsa, elə budur. Çünki Təbrizdilər Azəri deyirlər, türkdülər. İranlı da deyirlər. Azərbaycanlıdırlar. Bəli. O bilməyə bəzən olur da dil karxar, sözün düzün deyər. Bilirsiniz? Yəni, söhbət burada. Amma o bizə tohin eləyir. Deyir ki, bu kəsif, çirkin. Bilirsiniz? İndi, valla bilmirəm, o Yunusinin şəklini qoyaq bir dənə də pəncəriyə. Mümkün olsa, bu mübarək sifətinə bir də baxaq. Çox mübarəkdir. Salavat söyləyin özdə. Nə deyirlər? Deyir, salavat-ı Japoni. Japoni salavat söyləyin. Mio, mio, vijo, vijo. İndi bu Yunusinin şəkili, bilmirəm, ayrısı varsa, yəni, və ya Əhmədi Necadın şəklin və ya hər hansı bir kəsin şəklini qoyaq televizyonun pəncərəsinə. Bəli, qoyulubdur. İndi görək ki, burada kəsif kimdir? Bir də bir Azərbaycanlının şəklini ilə, sizin, mənim, hər harısı bir Azərbaycan. Görək, zahirən kim kəsifə bənzəyir? Əgər zahirdən danışılırsa, görək, kimdir kəsafətə bənzəyən? Yox, əgər zehni cəhətdən kəsafətdən danışırsa, görək ki, zehni baxımdan kimdir kəsif? O biri millətlərin hüququnu əzən,
özünü hamıdan üstün bilən, insanları, uşaqlarını, günahsız insanların uşaqlarını tutub zindanlarda təcavüz edib sonra edam eləyən, hətta yeri gələndə öz dostunun uşağına rəhm eləməyib və onu o yaşıllar hərəkatındakı cəryanları mən deyirəm, təcavüz edib, batunla təcavüz edib öldürən budur kəsif, yoxsa o Azərbaycanlı ki, gəlirdi ki, Xəlic Ərəbi. Xəlic Ərəbidə nə var ki, bunlar çox narahat olublar? Əlbəttə, mən təbrik deyirəm o şuarı verənlərə. Çünki düz xala vurublar. Bəli, biz keçən dəfə də açıqlamada Əhməd bəy biz dedik ki, gedib yəni onların səviyyəsinə uyğun şuarları verməkdənsə bu şuarı xüsusilə bunu vermək bunların ən yaralı yerləridir. Yəni bu və bu gün sübut oldu ki, bunlar doğrudan da bu məsələdə çox narahat. Bilirsiniz nə tərdir Cavad bəy? Baxın, dünyanın bir çox məmləkətlərində o biri məmləkətlərə, məntəqələrə müxtəlif adlar deyilir. Almanlı özünə heç Alman demir. Alman özünə Deutsch deyir. Deutsch, Almandır, Deutschləndə Alman, Deutschların torpağı. Fransızlar onlara Almanı deyiblər, oradan da bizə gəlib bu dil çatıbdır. Almaniya, türklər də, bizlər də Almaniya deyirik. İngiliscədə onlara Cerməni deyirlər. Bir nümunədir. Bilirsiniz, bu bir nümunə. Və ya, indi gələk, orada bir xəlic var. İranlılar ona Xəlici Fars deyir. Yəni, Farslar bu adı qoyublar. Türklər ona Bəsrə körfəzi deyir. Xəlici Bəsrə. Nə bilim, qədim babalarımız onlara Kəngər körfəzi deyib. Xəlici Kəngər. Sümərlərdən qalan bir addır. Ərəblər ona Xəlici Ərəb deyir. Bu ad, əgər bu qədər bir adın öz dilində olan variantını və ya ərəbin dilində olan variantı demək kəsafətdirsə, o zaman Molla Yunisi Əl-Xameni kəsafətlərin başıdır. Çünki onlar da ərəblərin dediyi adları qoyublar üstlərinə. Ad bu qədər adamı kəsf eləyirsə, bir adı tələffüz eləmək. Bu, ad baxımından. İndi gələk, real məntəqədə görək, o yerin adı nə olmalıdır? Xəlici Ərəbin şərqinə, qərbinə, şimalına və cənubuna baxaq. Xəlici Farsın şərqinə, qərbinə və şimalına baxaq. Bunun görək şərqində, qərbində, cənubunda və şimalında kimlər yaşayır? Hamısı ərəblər. Hamısı %100 ərəbdir. Bunun adını Xəlicə Ərəbi demək məntiqi cəhətdən düzdür. Orada Fars yoxdur ki, Xəlici Fars deyəsən. Amma adı qalıb Xəlici Fars. Şah zamanı onu bitər yedirdiblər. Çox yerlərdə Xəlici Fars deyirlər. Yaxşı. Burada da məntiqən o şuarı verənlər düzdür eləyiblər. Amma o şuarı verənlər, Xəlici Ərəbi deyənlər mənim dediyim istidlalla bu şuarı vermirlər. Onlar farsçılığın əleyhinə, pan-İranizmin əleyhinə o şuarı verirlər. Siyasi bir şuardır. Ona görə də bunlar, bu Yunisi və pan-İranistlərin hamısı çox narahatdır. Tək Yunisi deyil ki, bunların komünistləri var Avropada oturublar, özləri demişkən noşxarlıq eləyirlər yavaş-yavaş. 90%-ı da kapitalist ölkələrin sosial yardımı ilə yaşayırlar. Özləri də komünistdirlər. Kapitalist ölkələrinin aydan aya verdiyi sosial yardımla yaşayırlar. Ən azı 150-sindən çoxu. Bəzi rəqəmlərə görə 90%-ı. Dövlətdən Suedin, Norvejin, Danmarkın, Almanın, onun bunun o aylıq yardımı ilə yeyib yatırlar, otururlar Facebookda, nə bilim, saytlarda məqalə yazıb özlərini roşən fikir eləyiblər. Bunlar da Xəlici Ərəbi şuarı eşidəndə çox narahat olublar. Halbuki
Komünistlərin özlərinin dediyinə görə bunlar internasional olmalıdırlar. Cəhani. Amma bunlar da narahat olurlar. Niyə Xəlic ərəbi deyilsin? Oranla Xəlic fars deyirlər. Əqidədə eynidirlər. Yəni, o nəcat pərəsti düşüncədə eynidirlər təqribən. Biri biraz yumuşaq gedir, birisi tüt gedir. Bu var. Bilirsiniz ki, Azərbaycanlılar çıxıb o fethilə məsələsini təzahürat edəndə nə qədər bu özlərinin dediyi kimi bu roşənfikri saytlar Azərbaycan hərəkatının əleyhinə məqalə yazırdı. Hələ də yazılır. Əhməd bəy, hələ biz onları qoyaq kənara. Elə bu Molla Yunusi ki, Cumhurbaşqanının müşaviridir bu etnik məsələlər üzərində. Fitlə məsələsi ilə bağlı hansı açıqlamanı verdi? Kimi gəldi məhkum elədi? Niyə gəlib? Bu məmurdur, bu iş üzrə məmurdur. Bircə adamın bir yerdə bir kəlmə bu adamın haqqında yəni gələ durar ki, bunu üzr istəsin və yaxud bu təkrar olmayacaq və buna bir çarə qırılmalıdır, bunu bir qanun keçirmək lazımdır, bunlara son qoyulsun. Əvəzin ki, gələ bunlardan danışa gəlir orada, məsələn, bir də cavanlar, gənclər ki, əsəbidir. Yəni, bunların bu çirkin siyasətindən gəlir orada, məsələn, Xəlic ərəbi şüarı verib, gəlib onları təhqir edir. Onlara kəsafət deyir. Onlara, nə bilim, bunlar hardansa gəlmələrdir, bunlar və s. və s. Yəni, bu dövlət əgər belə davam edəcəksə, vəziyyət get-gedə daha da gərginləşəcək. Bunun şübhəsiz, yəni, bu. Çünki oradakı cavanlar, gənclər bunların bütün dediklərinin hamısını eşidirlər. Bunların bütün bəyanatlarının hamısını oxuyurlar. Və biz əminik ki, növbəti, yəni oyunlarda, toplantılarda daha da kəskin şüvarlar, bu şüvarları yenə verəcəklər. Əgər millət görəndə ki, yəni bunların buna nöqtə zəifi var, onu bir qədər də çoxaldacaqlar. Əlbəttə ki, baxın, bir həqiqət ki vardı. Qədimdən ata sözlərimizdə bu həqiqət yerini tapıb. Deyir ki, çörək at dənizə, balıq da bilməsə, xalıq bilər. Yəni, hər halda oradan onun bir yerdən səsi çıxacaq. Azərbaycanlılar çıxıb stadionlarda və ya küçələrdə şüar verəndə fikr eləməsinlər, tüm filan mətbuatda yayılmadı, da bizim səsimiz batdı. Elə deyil. Səs gedir yerinə dəyir. Narahat olmasınlar ki, ay nə bilim, biri var idi, Günas TV'nin bütün gördüyü işləri qoymuşdu BBC-nin boynuna ki, BBC olmasaydı belə olacaq, belə olacaq. Fikr eləməyin, BBC-də bu xəbər yayılmadısa da bizim səsimizi eşidən olmadı. Siz o etirazı eləyin, etiraz gedir yerinə çatır. Danışmırlar. Məsələni böyütmək istəmirlər öz nəzərlərində. Amma biz işimizi görməliyik. Onlar bilirlər millət necə fikirləşir. O niyə narahatdır? Əgər bu 50 nəfər bu şüarı versəydi, heç Yunusa əhəmiyyət verməzdi. Əgər Yunusa fikir eləsəydi, bu şüarı verənlərin cəmi sayı məsələn 10 mindir. İttifaqən yox, əhəmiyyət verməz. Buna sual veriblər Yunusiyə ki, bəs siz bu bir qrup adamlardır. Kiçik qrupdur, niyə siz bunu böyüdürsünüz filan. O da deyib ki, elə bu kiçik qrupları da boğmaq lazımdır. Yəni bunlara da imkan vermək lazımdır. Moşt, bunların özünün bir atasöz var. Deyir, moşt nümunə-i xərbə ist. Və biz həmişə deyəndə ki, Əmniyyət Şurasında bunlar müzakirə olunur. O Əmniyyət Şurasında iştirak edənlərdən də biri elə budur. Əsasıdır bu. Əsaslarından biri də budur. Ona görə deməli, əgər orada bu şuarı eşidiblərsə, biz deyəndə ki, Əmniyyət Şurası xət verir stadionla bağlı, bu son dərbə ki, Kudutaki oldu, Toni əleyhinə filan, hamısı yəni özünü doğurdur. Hamısı yəni dəqiq. Bunların hamısı göstərir ki, hər şey olduğu kimidir. Cavad bəy, mən əvvəla sağ olun, sizə təşəkkür edirəm ki, bu məsələni gündəliyə çıxartdınız. İkinci, ən mühüm təşəkkür o şüar verənlərədir ki, gedib millətin hüququnu danışır. Çox təşəkkür eləməliyik onlara. Yazılan tablolardan tutdu, duvarda yazılan şüarlardan tutdu, Facebookda, internetdə, orada-burada aktiv olanlardan tutdu. Stadyumlara gedib canından keçir zindan alır nəzərə bəzilər o şüarları verəndə. O şüarları verənlər, zindana düşən böyüklərimiz, Rəsul Rəzəbimiz, Abbas Lisanimiz, Yürüş Mehrəlibəylimiz,
Bunların hamısını təşəkkür eləmək lazımdır. Səid Mətinpura, mən yəni çoxları vardı, istəmirəm, yəni bir də narahat olsun, mənim adım deyilmədi. Hamısını təşəkkür eləmək lazımdır ki, faşizmi ən azı elə bir vəlvəliyə salıblar ki, bunlar məcbur olub gəlib danışırlar. Yunisi o sözü boşuna demir. O məcburdur danışa. Onu ot tutub yandırır. Gedib İmam Rizanın qəbrinin haqqında söhbət edəndə bu Xəlic Ərəbini niyə deyir? Bilirsiniz, məsələ budur ki, dediyiniz kimi yüksək yerlərdə bunlar müzakirə olunur və dövlət hesabını gedir. Aya biz bundan uduruq, ya uduzuruq. Əlbəttə ki, bizim udmamız var. Amma bu bizə bəs deyil. Millətin oyanmasıdır ki, rejimi çox narahat edir. Vaxtı ki, bir millət gəlib deyir Xəlic Ərəbi, o şuarın altında çox şeylər var, çox mənalar var. Birinci məna budur ki, siz Xəlic Farsla məni birləşdirə bilməzsən o bir adamla. Xəlic Fars sənin şuarındır, mənim deyil. Pan-İranizm mənim əleyhimədir. Millət bu şuar onu deyir. İrançılıqla müxalifəm. Bu şuar onu deyir. Vətənim Azərbaycandır. Bu şuar onu deyir. Çünki vətənini İran bilən Xəlic Fars deməz. Xəlic Ərəb deməz. Bilirsiniz? Bu şuar çox məsələləri açıqlayır. Əhməd bəy, ona görə də təbrik edirəm. Sağ olun. Bizim zamanımız bu bölümün zamanı sona çatır. Mən də sadəcə bir şey də əlavə edeyim ki, bu dünənləri traktorla İstiqlal oyununda Səid Abbasi traktorun müdiri amilin əleyhinə şuarlar veriblər, kəskin şuarlar və sonra ona sual veriblər ki, bəs sonda sizin də əleyhinizə şuarlar verildi. O da deyib ki, bir adamlar ki, Xəlic Ərəbi şuarı verir, mən kiməm ki? Yəni, bu Xəlic Ərəbi məsələsi öz yerini tapıb. Xəlic Ərəbi ki, bunlar ondan çox-çox narahatdılar və biz bir daha təşəkkür edirik o gənclər, o cavanlara ki, Güney Azərbaycanın yəni, hansı mövqeydədir və nə istəyir, tələbi nədir, onu o cür ictimai məkanlarda gündəmə gətirirlər və bunu biz davamlı olaraq bunları davam etdirməliyik. Mən bir cümlə ilə qutarım sözümü Cavad bəy. Xəlic Ərəbi şuarı heç də ərəblərin xeyrinə olduğuna görə deyilmir. Xəlic Ərəbi şuarı pan-İranizmin və İrançılığın, rasizmin əleyhinə olan bir şuardır, siyasi bir şuardır və vətənin təyin olunmasında əsas rol oynayan şuarlardan biridir. Vətən anlayışı bizim hərəkatımızda çox önəmli olmalıdır. Xəlic Ərəbi o anlayışı biraz daha açıqlayır. Bizim vətənimiz Azərbaycandır deyir. Buyurun. Təşəkkürlər. Qısa ara alırıq, aradan sonra davam edəcəyik. Bizimlə qalın.